Salamlar, sizləri İnnovativ Təhsil Mərkəzindən xoş gördük. Mən mərkəzimizin riyaziyyat müəllimi Anar Həsənov və bu günlərə mərkəzimizin əyani riyaziyyat müəllimi Rahim Şahbozov müəllimlə bir neçə sualın müzakirəsi üçün qarşınızdayıq. Deməli, müəyyən MİQ və sertifikasiya imtahanına düşə biləcək həm cəbir, həm həndəsə suallarının inşallah sizlərə izahını verəcəyik. Birinci sualla Rahim müəllim başlayacaq. Buyur Rahim müəllim. Salam müəllimlər, mən də sizləri salamlayıram. İnşallah bugün sizlər üçün bir neçə maraqlı misalın həllinə baxacaq. Bəli, buyurun müəllim. İlk sualımız belədir. Deməli, düzbucaqlıdır, AC diaqonaldır və M nöqtəsi AD'nin orta nöqtəsidir. Düzbucaqlının eni 9-dur, YS 10-a bərabərdir. Bizdən soruşur bu iştirixlənən üçbucağın sahəsini. Bu məsələdə ilk öncə biz nə edərik? Bax, burada AYM və BYS üçbucaqlarının qeyd edək bunları, iştirixləyirəm. Bu fiqur həndəsədə çox istifadə olunur. Əgər bu iki düz xətt bir-birinə paraleldirsə, onda bu üçbucaqlar oxşardır. Oxşarlığın səbəbi də məlumdur, çünki bu bucaqla bu daxili çarpazdır, bunlar da həmçinin. Bunlar isə qarşılıqlı bucaqlardır. Yəni bu iki üçbucaq oxşar üçbucaqlar. M orta nöqtə olduğuna görə mən bura bir x yazıram. Burada da x yazıram. Onda bura oldu 2x. Və oxşarın əmsalı oldu 2. O deməkdir ki, BYS üçbucağının tərəfləri AYM üçbucağının tərəflərindən 2 dəfə böyükdür. Yəni YS 10-dursa AY oldu 5. Onda bütövlükdə AC diaqonalı nəyə bərabər oldu? 15-ə. Pifaqor teoreminə görə 15-in kvadratından 9-un kvadratını çıxarırıq. BS də bərabər olacaq nəyə? 12'ye. Yəni bura oldu 12. Onda düzbucaqlının sahəsi nə qədər edir? Eni vur uzunu 9 vur 12 oldu 108. Bu düzbucaqlının sahəsi 108 oldu. Onda ABC üçbucağının sahəsi də oldu. Təbii ki 108'i yarıdan sahanı yarıya bölür. İndi burada maraqlı bir xassə var. Üçbucaqda təpədən qarşı tərəfə çəkilən düz xətt. Bu sahə mövzusunda hədsiz bu tətbiqləri var. Məsələlərdə çox istifadə olunur. Təpədən qarşı tərəfə çəkilən düz xətt çəkildiyi tərəfi hansı nisbətdə bölürsə, sahələri də həmən nisbətdə bölür. İndi bu BY düz xətti çəkildiyi tərəfi, bax, bura 5-dir, bura 10-dur. 1/2 nisbətində bölüb deyə, sahələri də 1/2 nisbətində böləcək. Yəni biz bura S, bura 2S yazsaq, 3S'i də 54'ə bərabər edəcək, olacaq 18 və 36. Yəni bu iştirixlənən sahəyə düşəcək 18. Yəni, elə ən optimal həll üsuludur. Deməli, keçək ikinci suala. İkinci sual cəbirə aid sualdır, trigonometri təhlil sualdır. Həm bu sual MİQ və sertifikasiyaya gələ bilər, elə həm də blok imtahanlarına gələ bilər. Elə blok imtahanlarına hazırlaşmış şagirdlər də istifadə etsin. Deməli, biz bilirik ki, bir kəsir sıfırdırsa, kəsirin sürəti sıfır olur, amma məxrəci sıfır olmamalıdır. Ona görə buradan alınır 2 sinus x bərabərdir 1. Yəni sinus x nəyə bərabər olur? 2-də 1-ə. Sürəti 0 götürürdü. Amma məxrəcimiz 0 olmasın deyirik. Yəni kök 3 2 kosinus x 0 olmasın deyirik. Onda buradan da alırıq ki, kosinus x bərabərdir kök altı 3/2 olmayacaq. Fərqlidir. Baxın, bunlar bir yerdə ödənməlidir və var. Çünki bir ifadədir, sürəti 0-a çevirir, məxrəci 0-a çevirməməlidir. Məsələn, çoxu götürüb bunu həll edər, amma elə bunu ödəyən elə bucaqlar var ki, aşağını da kök altı 3/2 verir. Məsələn, 30 verir. Bəli. Onda biz nə edirik? Mən ən çox nədən istifadə edirəm? Mən deyirəm ki, vəl olanda, yəni sistem olanda, sinusla kosinusun əlaqə ilkin düsturuna baxmaq lazımdır. Sinus kvadrat üstəlik kosinus kvadrat nəyə bərabərlidir? 1 idi. İndi biz burada sinusun yerinə 2-də 1 yazılanda 1/4 olur. Bunun yerinə nə qalır? 3/4 qalır. Yəni kosinus kvadrat x 3/4 olur, amma kosinus x isə kök 3/2-dən fərqlidir. Onda bizlər kosinus x rəqəmləri nə olar? Mənfi kök 3/2. Amma məsələn, çoxu düşünər ki, buradan həll edin və aşağıdakı kökləri atın. Onu bütün müəllimlər belə deyil, edə bilməz, çətinlik çəkər. İndi kosinusun ümumi hal təmini necə idi? Mənfi müsbət, pi-dən nəyi çıxırdıq? Aldığı ilk kökü çıxırdıq. Yəni pi bölünsün 6, üstünə nəyə gəlirdi? 2 pi kanı gəlirdi. Deməli, x'imiz olacaq mənfi müsbət 5 pi bölü 6, üstə gəlirsin 2 pi kan.
Çox gözəl Və sualdır. buradan da Değil mi? K'nın müsbət mənfi 6'da 5 p'nin atmalıyıq. Çünki sinus x bərabərdir 2'də 1 olmalı. Hə, oradan Yəni ona belə fikir deyək, burada verməliyik. biz elə Növbə fikir verməliyik. elə bir bucaq Bəli. tapmalıyıq ki, sinus 2'də 1 olsun. 2'də 1 olsun. Kosinus mənfi kök 3 bölü 2 olsun. O da sinusun müsbət, kosinusun İkinci- mənfi olduğu rüb, ikinci rüb. rüb. Yəni 6'da 5 p'ni 2 pi Mənfiyə kadar qədər artırıq. artırmalıyıq. Burada mən bir şey yadıma düşdü, ona görə gözlədim. İndi bunu tutaq ki, şagirdlər izləsə, məsələn, testdə belə suallar var toplumda. Yazır ki, sinus x bölünsün 1 çift kosinus x bərabərdir 0. Və bunda da çox elə müəllim və şagirdlər səhv edir. Və burada da həmin qayda var. Deməli, Kosinus x bərabər mənfi 1'i götürmək kifayətdir. sürət 0'dır, amma məxrəc 0 deyil. Və buna fikir verilmək lazımdır. Yenə kvadratlar cəmi 1 olduğuna görə kosinus kvadratına 1 qalırdı. Amma kosinus 1 olmadığına görə kosinusu mənfi 1 götürülür. Bax, demək olar ki, bunlar elə eyni tip suallar. Belə. Buyurun, Rahim müəllim, növbəti suala keçin. Deməli, belə bir sualımız var. X kvadrat minus 3 bölü x olarsa ifadəsinin qiymətini tapın. Bir də şərtdə burada verib ki, x mənfi 3-dən fərqlidir. Ona görə x mənfi 3-dən fərqli verib ki, x bərabər mənfi 3 də bunu ödəyir də. Mənfi 3 qoyanda olur 9 plus 1. Yəni, ola bilər ki, sən mənfi 3-ü gətirib burada qoyub hesablayarsan. Deməli, bu tənliyin mənfi 3-dən fərqli kökləri üçün biz bunu tapmalıyıq. Belə suallarda da adətən x tapılmır. Bu ifadə üzərində müəyyən bir çevirimi edirik. Mən bu 10'un 9'un sol tərəfə atacağım. 3 böl x'i sağ tərəfə atacağım. Burada qalacaq üstə gəlilsin 1. Bunu vurğu ayıranda nə alırıq? X minus 3, x plus 3 bərabərdir. Sağ tərəfdə elədir 3 plus x böl x. Bax, indi x'i mənfi 3'dən fərqli verir bax. O deməkdir ki, x plus 3 0'dan fərqlidir. Bizim də ixtiyarımız var ki, bərabərliyin hər iki tərəfin 0'dan fərqli hər hansı bir ədədə vuraq və ya bölək. Hər tərəfdən x plus 3'ə ixtisar edirəm. Onda nə alıram? X minus 3 bərabərdir 1 böl x-ə. Buradan da alınır ki, x minus 1 böl x bərabərdir 3'ə. Deməli, indi bizim əlimizdə x üçün belə bir şərt var. İndi baxan kimi görülür, nə etmək lazımdır? Bunu tapmaq üçün ilk olaraq bunu kvadratı yüksəldəcəm. X minus 1 böl x'in kvadratı bərabərdir 9'a. Bunu da açsaq x kvadrat, üstə gəl 1 böl x kvadrat. Burada minus 2 yaranır. Onu da sağ tərəfə atanda olur 11. Yəni kvadratları cəmin tapdıq 11. İndi üstü 4'lərin də cəmin tapmaq üçün bu bərabərliyi 1 də kvadrata yüksəldərəm. Orada da x üstü 4, üstə gəl 1 böl x üstü 4. Bərabər olar, burada 121 yaranır. Ortada müsbət 2, 121 minus 2, yəni 119. Deməli, ilk x'i 119 elədi, növbəti x'i 9 elədi. Cavabımız 11 elədi. Cavabımız oldu 130. Çox gözəl suallardır. Mənim bu suallar çox xoşum gəlir. Bəzən bunlar köşaltı ifadələrindən verilir. Bizim kitabda çoxdur belə suallar. İndi gələk buna. Bunu mənə mi saxladım? Deməli, burada biz nəyə fikir verməliyik? Biz arcosinus x-ə bir t desək, onda bunun kvadrat tənli olduğunu görərik. 4 1 vurulsun t plus pi kvadrat. T'yə nəzərdə kvadrat tənli. T'yə nəzərdə kvadrat tənli həll eləmək də elə yada düşür. Amma şifahi köşkdə məsələn elə pi bunu ödür də, elə deyilmi? Yəni burada t sıxılsın pi var, bir də 3t sıxılsın pi var, bərabərdir 0. Onda t bərabərdir pi olur. Çünki hasil 0'dırsa, vurğulardan hər hansı biri 0'dır. Yəni arcosinus x bir dəfə pi olur. Bunu analiz edəcəyik. Sonra ikinci arcosinus x bərabərdir pi bölünsün 3 olur. İdrahim müəllim, burada xüsusi nə demək lazımdır? Tərs trigonometrik funksiyaların qiymətli oblastını bilmək lazımdır. Arcosinusun qiymətlər oblastı da 0,1 pi parçasıydı. İndi bu 0,1 parçasına görə də bunu neyinir? Alır. Və bu arcosinus dediyimiz də tərs funksiyadır. Yəni bir bucaq deməkdir. Arcosinus nə diyorsunuz? Pi'dir. Bucaq deməkdir və burada tərsinə düşünürük. Deməli, x nəyə bərabərmiş? Kosinus nəyə? Pi'yə. Bu da nəyə verildi? Mənfi 1'i. Burada da eynən x bərabər idi nəyə? Kosinus pi bölünsün 3'ə. Yəni 2 bölünsün 2'yə.
Belə. Və burada da bir şeydən də danışır. Bir də təyin oblastı anlayışı var Arcosynusda. Arcosynus'un təyin oblastındakı da bu x-imiz, yəni x-in ala biləcəyi qiymətlər 1 ilə -1 parçasındaydı. Və buna da fikir vermək lazımdır. Buyurun Ray müəllim. Növbəti sualımıza baxaq. Tənliyi həll edin. 5 sinus 2x üstəgəl 12 kosinus 2x bərabərdir 13-ə. Bu tənliyi müxtəlif üsullarla həll etmək olar. Amma bu tənlik üçün bəlkə bir iki üsul, üç üsul yaza bilərik. Məsələn, bir üsul, məsələn, vektor üsulu. Siz bir dəfə yazmışdınız, maraqlı üsuldur. Elə ən çox o bunu təmin mənə onu xatırladır. Amma məsələn müəllimlər mən deyərdim ki, ən çox burada tam neçə keçiddən istifadə eləməklə də yaza bilər, amma bu universal əvəzləmə. Bəli, universal əvəzləmə. Bunlardan istifadə edib də tapa bilərlər. Bu üsul əslində mənim xoşum gəlmir. Çünki çox vaxtı bu sualı soruşanda burada bir trigonometri də ifadə də soruşur. Məsələn, tutaq ki, tan x tap, və ya da sinus x tap. İndi buyur Alim müəllim, sən yaz, mən də bir. Yəni bunu gətirib əvəzləmədə yerinə qoysaq, bu sağ tərəf ümumiyyətlə sol tərəfin maksimum halıdır. Bu 13 bu ifadənin ən böyük qiymətidir. Bilirsiniz də a sinus x üstə gəlinsin. X yox, bir kx yazın ümumi. A sinus kx üstə gəl b kosinus kx. Yəni bu ifadənin ən böyük qiyməti kök altda a kvadrat plus b kvadratdır. Ən kiçiyi də bunun mənfisidir. Yəni bu özünün maksimumuna bərabər olub 13-ə. Yəni gətirib bu əvəzləmələri yerinə qoysaq, oradan tangensə nəzərən bir kvadrat üçədil alacaqsınız, daha doğrusu kvadrat tənliyi alacaqsınız. İndi mən onu yazmıram, birbaşa yazacağım. Yekunda belə bir şey alacaqsınız. 5 tangens x minus 1'in kvadratı. Bərabər 0. Buradan da tangens x bərabər olacaq 5'də 1. Yəni x olacaq arctangens 5'də 1. Üstə gəlinsin pi k. Yəni tangens x bərabər a tənliyinin A-nın istənilən qiymətində həlli var. Yəni bir üsul bu, bunu edə bilərsiniz. Əlavə bucaq daxil etməklə də yazmaq olar, Raymond. Əlavə bucaq daxil etməklə də etmək olar. Hə, vektor üsulu deyil, məncə ən optimal, ən rahat üsul odur. Deməli, vektorlarda iki vektor götürürdük. Onlar arasındakı bucağı biz necə tapırdıq? Kosinus alfa bərabər idi. Skaler asıl bölünsün, modullar hasili. Və fikir verin, kosinusun ala biləcəyi qiymətlər var daxil. Ən çox biridir, ən az mənfi biridir. Ona görə buradan skaler hasili qiymətləndirəndə bu kiçik bərabərdir olurdu. Modul A vektoru vurulsun, modul B vektoru. Əslində burada B bərabərdə mənfisi yazmaq olar, mən kiçik tərəfə lazımdır. İndi deyirsiniz ki, bunun ondan nə əlaqəsi var? Bax, düşünün ki, çox gözəl sualdır. İndi mən A vektoru götürürəm. Məsələn, sinus 2x, kosinus 2x. Bir də B vektoru götürürəm. 5, 13. İndi bax, bunların modullarına baxın. Modul necə tapılırdı? Koordinatların kvadratları cəlb olduğuna görə bu elə nə olurdu? 1. Bunun modulu necə tapılırdı? 5'in kvadratı və 13'in kvadratı. Təbii ki, Pifagor ədədlərinə bu da olurdu 13. İndi bir şeyə biz fikir verək. Yəni, bunun skaler hasilini tapaq. Skaler hasilinde olur 5 sinus 2x plus 12 kosinus 2x. Və fikir verin, skaler hasil budur və verilən ifadədə də bu 13'ə bərabərdir. Deməli, bu 13'ə bərabərdir və bu 13 deyil, bu ikisinin hasilidir. Yəni, modul A vektoru vurulsun, modul B vektoru alırıq. Deməli, biz nə alırıq? Biz alırıq ki, skaler hasil modulların hasilına bərabər. Kiçik bərabərdir almadıq, bərabər aldıq. Onda elə buradan da bərabər alsam bu 1 edir, kosinus 1'i də harada alırdı? Tutaq ki, 0 dərəcədə alırdı. Yəni bu bərabər olanda vektorların koloniallıq şərtinə gəlib çıxırdı. Koloniallık da nə idi? Nisbətlər nə olsun? Eyni olsun. Yəni sən buradan alırsan sinus 2x'in 5'ə bərabərdir kosinus 2x'in nəyə? 12. Məsələn, sualda tanesi çox vaxt istəyirlər. Tanesi 2x'i. Bölün tərəflərə və tanesi 2x'i nəyə bərabər olacaq? 13'də 5'ə. Ümumən, bu bərabərsizliyi bilməyiz mənim fikrimcə çox önəmlidir. Deməli, tutaq ki, A vur B plus C vurulsun D. Bax, bunun kvadratı
kiçik bərabərdir olur. A kvadratı üstəgəl C kvadratı vurulsun B kvadratı plus D kvadratı. Elə bu bayaqki yazdığımız o vektorlar üsuludur. Burada, bəli, burada bərabərlik nə vaxt ödənir? Burada bərabərlik o vaxt ödənir ki, bir tutaq ki, bax, M vektoru götürmüşsən və yaxud da vurub da aça bilərsən. Bu A idi, C idi. Bir də M vektoru tutaq ki, götürmüşdük. Bu da B ilə D idi. Düzdürmü, Rahim müəllim? Deməli, o vaxt onların bərabərliyi ödənir ki, bu iki vektor kolonial olsun. Yəni, nisbət nə olsun? Bərabər olsun. Əslində, vurub açıb oradan da elə bir bunu almaq olar, sadələşdirməklə. Belə. İkinci üsulda Rahim müəllim dedi sizə, əlavə bucaq daxil etmək üsuludur. Amma məncə ən optimal üsul bu üsuldur. Artıq 3 üsul getdi. Bir, bu universal əvəzləmələr, sinus 2x-in, kosinus 2x-in yerinə. Hangisi nasıl ifadələr yazmaq. Sonra hər tərəfi kök 13-ə bölüb köməkçi bucaq daxil etmək. Əlavə bucaq daxil. Bu vektor üsulu. Biri də var, onu da yazaq. Buyurun. Buyurun. Deməli, tənliyimiz 5 sinus 2x üstəgəl 12 kosinus 2x bərabərdir 13. Belə bir şey yazacağım. Sinus 2x-in öz düsturun yerinə yazacağım. Nə oldu? 10 sinus x vur kosinus x. Sinus 2x-in yerinə yazsam 2 sinus x kosinus x. Üstə gəlinsin 12 vurulsun. Kosinus 2x-in də öz düsturun yerinə yazacağım. Bərabərdir. 13 vurulsun. Burada 13-ün qarşısına bir dənə sinus kvadrat üstə gəlinsin kosinus kvadrat yazacağım. Bir şey dəyişmir ki. Bu da 1 idir də onsuz da. Bu da maraqlı sözləmələrim. İndi görün buradan nə alacaq? Bax, buradan alacaq 13 sinus kvadrat burada, mənfi 12 burada. Bu tərəfə keçəndə olur 25 sinus kvadratı x. Sonra minus 10 sinus x vur kosinus x. Üstə gəlinsin. Bax, müsbət 13 kosinus kvadrat, solda da 12 kosinus kvadrat. Üstə gəlinsin kosinus kvadrat x. Bax, burada tam kvadrat aldıq. Bu da bizə nə verir? 5 sinus x minus kosinus x-in kvadratı bərabərdir 0. Bu isə elə 5 sinus x minus kosinus x bərabər 0 deməkdir. Buradan da 5 sinus x bərabər kosinus x-ə yenə eyni şey gəldik çıxdıq. Tangens x bərabərdir 5-də 1-ə. Çox gözəl üsuldur bu da. Təşəkkürlər Rahim müəllim. Növbəti suala keçək. Bunu izah etdik. Belə bir sual. Deməli, sualda şərtində qeyd edeyim bura. Bu bərabər yanlı üçbucaqdır. Kanalda son zaman isbat sualları izahını verirəm. Orada isbat etmişəm buna aid olan bir sual tipi. Deməli, siz burada nəyə bilməlisiniz? Əslində bunu sözlə də verilə bilər. Yazır ki, bərabər yanlı üçbucağın oturacağı üzərindəki bir nöqtədən yan tərəflərə qədər çəkilən məsafələr var. Cəmin sabit olduğunu isbat edin. Belə də qoya bilərsiniz sual. Olar. Bunu sizin bir dəfə də mən isbat edeyim. Xeyrimiz olsun. Deməli, ümumiyyətlə, bərabər yanlı üçbucağı yox, ixtiyari bir üçbucaq olsun. Bu hündürlükdən, yəni məsafələrdən danışanda mənim həmişə yadıma sahə düşür. Həmişə. Yəni belə deyim, 90% məsələlər orada sahəyə görə qurulur. Mən indi bunu bölürəm 2 üçbucağa, orada da bu hündürlükləri bir x-dən y deyək. Onda baxın, burada adı bərabər yanlı olduğuna görə, burada adı bərabər yanlı olduğuna görə. Soldakı üçbucağın sahəsi x vurulsun a bölünsün 2-dir. Sağdakı üçbucağın sahəsi y vurulsun a bölünsün 2-dir. Və bu da nəyə bərabərdir? Bütün üçbucağın sahəsinə. Bütün üçbucağın sahəsində təbii ki, aya görə yazılırsa, tərəf olsun hündürlük, bölünsün 2 olacaq. Bu hündürlük hansı hündürlükdür? Onu da bilməlisiniz. Oturacaqdan yan tərəfə çəkilən hündürlük. Baxın, budur. İndi burada hər tərəfi a bölünsün 2-yə bölsək, bunda hündürlük nəyə bərabər olacaq? Bu ikisinin cəminə. Yəni, belə bir ispat sualı düşə bilərdi. Oturacaqdakı nöqtədən yan tərəflərə qədər olan məsafələrin cəmi oturacağın təpəsindən yan tərəfə çəkilən hündürlüyə bərabər olduğunu ispat edir. Deməli, indi hündürlük nəyə bərabərmiş fikir verin? 3 o da 5. Nəyə? 8. Baxın, burada hündürlüyümüz nəymiş? 8. Onda baxın, burada düzbucağımız var axı. 10, 8, burada nə qədər düşəcək? 6. Sualda nə tələb olunur tutaq ki? Yan tərəf. İndi bax, fikir verin, bura mən bir x desəm, yan tərəfim nə qədər oldu? 6 plus x. Onda burada nə qədər olacaq? 6 plus x. Bura Pifagor teoremi yazır. Yəni 8-in kvadratı plus x-in kvadratı bərabərdir. 6 plus x-in kvadratı.
Oradan x-imizi tapıb yan tərəfi tapa bilərsiniz. Yəni bu sualı seçməkdən məqsədimiz odur ki, bu münasibətin doğru olduğunu siz biləsiniz. Buyurun Rahim müəllim. Belə bir maraqlı sual var. Deməli, ABCD paralelogramdır. Bu DC-nin uzantısı və buradan bir düz xətt çəkmişik. DC-nin uzantısı ilə kəsişib. Şərtdə deyir ki, M-in AF-ə nisbəti 1-in 3-ədir. Burada qeyd etmişəm. Bura x-dir. Bura yuxarı 3x-dir. Bir də AM-i verib 8-dir. Bizdən soruşur AD-ni tapmaq. İlk öncə suala baxdıqda düşünürsən ki, çox element verilməyib. Bu tipdə suallarda əsasən hansı mövzu olur? Oxşardır. Mən bura bir A deyirəm, bu EC hissəsinə bir A deyirəm, bu BN hissəsinə də bir dənə B deyirəm. Bəzən olur ki, bir məsələni həll edəndə iki dənə üçbucağın oxşarlığından yazırıq. Yəni oxşarlığı bir dəfə tətbiq edirik. Amma bu elə bir məsələdir ki, burada bir dəfə tətbiq etməklə məsələnin cavabını tapa bilməyəcəyik. Bu məsələdə bir neçə oxşar üçbucaq var. İlk öncə hansı üçbucaqlar oxşardır? FNC üçbucağı ilə oxşardır. AFD üçbucağı. Bunun da səbəbi odur ki, üçbucaqda təpədən qarşı tərəfə çəkilən düz belə üçbucağın hər hansı tərəfinə paralel olan düz xətt verilmiş üçbucaqdan ona oxşar üçbucağa aiddir. İndi biz nə yaza bilərik? Bura mən A dedim, bura B dedim. Ümumi oldu A plus B-də. İndi biz nə yaza bilərik oxşarlığa görə? Yaza bilərik ki, bir B-nin, A-nın A plus B-yə nisbəti, buranın bütövə nisbəti, A-nın A plus B-yə nisbəti bərabərdir. Bax, kiçik üçbucaqda tərəf 3x-dir. 3x-in böyük üçbucaqda isə tərəf olur nə qədər? Burada x var, burada da 8 var. 4x plus 8-ə. İndi bu oxşarlığı yazdım, bu hələ bizə kifayət etmir. Çünki burada bir dənə tənlik var, 3 dənə dəyişən var. Sonra gələk növbəti hansı üçbucaqlar oxşardır? Bundan əvvəlki suallardan istifadə etdik. Bax, bu əncəsədə məşhur şəkildir. Oxşarlığın demək olar ki, canlıdır bu şəkil. İndi biz burada nə yaza bilərik? B-nin A plus B-yə nisbəti bərabərdir. Nəyin nəyə nisbəti? X-in 8-ə nisbəti. Sonra isə bu bərabərlikləri neylərik? Toplayarıq. Bu bərabərlikləri toplasam, onda nə alıram? X bölünsün 8, üstə gəlinsin 3x böl 4x plus 8 bərabərdir 1-ə. Bunların ikisini toplayanda bu 1 edir. Buradan da hər tərəfi nəyə vuraq? Ortaq məxrəc bizə nə edir? 8 vurulsun, 4-ü çıxardanda orada x plus 2 qalır. Hər tərəfi 8 var, x plus 2-yə vursaq nə alır? X vur, x plus 2 üstə gəlinsin. Deməli, burada qalır 6x bərabərdir. Sağ tərəfdə olur 8x üstə gəlinsin 16-ya. Buradan x kvadratı bərabər olur. Elə 16-ya. Buradan 8x-lər gedir. X də bərabərdir 4-ə. Bizdən də nəyi soruşurdu? AF-i soruşurdu. X-in də yerinə 4 qoyanda 4 bura, 12 bura, burada 8 bütövlükdə oldu 24. Yəni maraqlı sualdır. Yəni oxşarlığı 2 dəfə tətbiq edilir. Bəli, yəni bir Fales teoremi orada tətbiq etmək lazımdır. Əslində bu üçün hazır bir düstur verilir. Heç tam əzbər yadımda deyil. Səhv etmirəmsə M-nin kvadratı bərabərdir, A-ın vurulsun hamısıdır. Tam yadımda deyil, ehtiyac da bilmirəm. Çünki orada elə Fales teoremin və qum saatını düzgün tətbiq etsək, sualın cavabı həll olunur. Buyurun, gəlin Rahim müəllim. Deməli, inşallah bundan sonra elə mən və Rahim müəllim vaxt olduqca sizlər üçün belə bir neçə sualın tipinin müzakirəsini edəcəyik. Bugündən etibarən Rahim müəllimimizin İnnovativ Təhsil Mərkəzində əyani dərsləri, MİQ və sertifikasiya üzrə əyani dərslərinin inşallah qeydiyyatı başlayıb və davam edir. İnşallah tezliklə də dərslərimiz başlayacaq. Hər birinizə uğurlar. İnşallah növbəti izahlarda görüşərik. Sağ olun, növbəti dərslərdə görüşənədik. Təşəkkürlər Rahim müəllim.